Salam əziz treyderlər və investorlar. Layihə sizinlə əlaqə saxlayır Guru Markets. Şirkət haqqında ümumi məlumatla başlayaq. Biraz daha hər bir göstəricini daha ətraflı nəzərdən keçirəcəyik. Əgər maraqlanırsınızsa, videonu dayandıra bilərsiniz. Təşkilatın bütün göstəricilərinə diqqətlə baxa bilərsiniz. Şirkətin hazırki fəaliyyətini müqayisə edəcəyik. Predictable Technologies, ticker, PCT. Baxış 10 aprel 2025-ci il tarixinə olan cari məlumatlara əsaslanır. Təsnifatına görə Guru Markets şirkət Predictable Technologies Inc. alt kateqoriyaya aiddir. Chemistry təhlildə 57 təşkilat iştirak edir. Bu çox təmsilçidir. Bu videonun sonundakı sifarişlər cədvəlinə baxın. Şirkət üçün nəticə belədir. 10 baldan -9. Alt kateqoriya üzrə orta nəticə 1,9 baldır. Çox geniş baxsanız, bütövlükdə ABŞ fond bazarı daxilində. Bütövlükdə ABŞ fond bazarı üçün orta nəticənin 1,9 bal olduğunu görə bilərsiniz. -9 xal hesabına qarşı Predictable Technologies Inc. Şirkətin səhmlərinin qiymətinin dinamikasının müqayisəsi Predictable Technologies Inc. və alt kateqoriyalı şirkətlər. Son 12 ayda şirkətin səhmlərinin olduğunu görəcəyik. Predictable Technologies Inc. 9,1% dinamika nümayiş etdirib. Alt kateqoriyada qiymət dəyişikliklərinə qarşı -12,1%. Bu qəti bir şey demir, amma bu faktı nəzərə almalıyıq. Şirkətin bazar kapitallaşması Predictable Technologies 1,16 milyard dollardır. 469 milyard dollarlıq alt kateqoriya kapitallaşması ilə. Predictable Technologies Inc. 0,248% paya malikdir. O, alt kateqoriyada çox kiçik şirkətlərdən biridir. Şirkətin balans kapitallaşması 0,18 milyard dollar həcmində qiymətləndirilir. Alt kateqoriyanın balans kapitallaşması 191 milyard dollardır. Predictable Technologies 0,94% paya düşür. Bazar və balans kapitallaşma paylarını müqayisə edərək aşağıdakıları görürük. İşğal olunmuş pay Predictable Technologies alt kateqoriyada isə birjanın kapitallaşmasının qiymətləndirilməsi %0,248 təşkil edir. Balansın kapitallaşması 0,94% təşkil edir. Bu da bazar kapitallaşmasının payından 62% azdır. Şirkətin bazar payının və alt kateqoriyanın balans kapitallaşmasının qiymətləndirilməsi pis, -1 bal. Şirkətin borcları 0,404 milyard dollar təşkil edir. Borcun balans dəyərinə nisbəti kapitalın 224,4%-ni təşkil edir. Şirkətin borcları üzrə nəticə çox pis, -2 bal. Şirkətin səhm qiymətinin mənfəətinə nisbəti 0-a uyğundur. 37,9 alt kateqoriya üçün orta göstərici ilə bu alt kateqoriyadan daha pisdir. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə bazar dəyərinin mənfəətinə qiymətləndirilməsi çox pis, -2 bal. Son 12 ayda mənfəət -289 milyon dollar olub. Növbəti 12 ay üçün gələcək mənfəət məlum deyil. Bu, şirkətin perspektivləri üçün çox pisdir. Proqnozlaşdırılan gələcək mənfəət göstəricilərinin alt kateqoriya ilə müqayisədə qiymətləndirilməsi pis, -1 bal. Şirkətin qiymətinin gəlir balansına nisbəti 0-a uyğundur. Alt kateqoriyada orta göstərici 1,6-dır ki, bu da alt kateqoriyadakı orta göstəricidən xeyli pisdir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə mübadilə dəyərinin gəlir göstəricisinə qiymətləndirilməsi pis, -1 bal. Son 12 ayda gəlir 0 milyon dollar olub. Növbəti 12 ay üçün gələcək gəlir məlum deyil. Və bu, şirkətin qiyməti üçün çox mənfidir.
Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə proqnozlaşdırılan gələcək satış göstəricisinin qiymətləndirilməsi, pis, -1 bal. Satış marjası 0%dir. Alt kateqoriya üçün orta hesabla 4,2%dir. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 4,2% təşkil edir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə marjinallığın qiymətləndirilməsi, dözümlü 0 bal. Alt kateqoriya işçilərinin sayı baxımından şirkətin payı 0,41% təşkil edir. Bu, bazar kapitallaşma payından 505% azdır. Və bu, təşkilatın cari birja qiyməti arasındakı uyğunsuzluğu göstərir. Predictable Technologies çox güman ki, yenidən qiymətləndirməyə doğru. Şirkətin hər bir işçisi üçün kapitalın məbləği $7.427.000-dır. Və alt kateqoriyada $1.226.000. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasındakı fərq 505,8% təşkil edir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bir işçiyə düşən bazar kapitalının həcminin qiymətləndirilməsi, dözümlü 0 bal. Şirkətin hər bir işçisinə düşən mənfəət -$1841,400,000-dır. Alt kateqoriya üzrə orta göstərici ilə $32,400,000 və alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 5589% təşkil edir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə fərdi işçiyə düşən mənfəətin qiymətləndirilməsi, dözümlü -0,5 bal. Şirkətin bir işçiyə düşən satış həcmi $0.000-dır. Alt kateqoriyada $778.000. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin fəaliyyəti arasındakı fərq 100%dir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bir işçiyə düşən gəlirin qiymətləndirilməsi, dözümlü -0,5 bal. Səhmlər 2,3% alt kateqoriya ilə müqayisədə 27,6% qısaldılmışdır. Bu mümkün qısa sıxılmanın göstəricisidir. Texniki göstərici RSI 14 şirkət üçün %41 səviyyəsini göstərir. Predictable Technologies Inc. Alt kateqoriyada isə bu səviyyə 43%dir. Texniki baxımdan alt kateqoriyanın səhmləri şirkətin səhmləri ilə təxminən eyni qiymətləndirilir. Predictable Technologies. Şirkətin səhmlərinin faktiki qiyməti təxminən $6,51-dır. Şirkətin səhmləri üçün konsensus qiymət hədəfi təxminən $13,61-dır. Cari qiymət və konsensus proqnozunun dinamikası təxminən 109%-dir. Gəlin sizin üçün mövcud olan sifarişlər cədvəlinə keçək, ona keçid bağlanmış şərhdədir. Sifariş cədvəli bu mövsüm səhm qiymətləndirmə məlumat və istinad sistemi tərəfindən açıq şəkildə qəbul edilən bütün qərarları ehtiva edir. Güruh, Markets. Sifariş cədvəlinə giriş pulsuz və pulsuzdur. Link bağlanmış şərhdə. Şirkətin təhlili əsasında Predictable Technologies Inc. Səhmlərin qiymətləndirilməsi üçün istinad sistemi güruh, Markets qərar qəbul edilib. $6,5 dəyərində ucuzlaşma üçün ticarət açın. Sifariş açıqdır, çünki şirkətin kifayət qədər aşağı reytinqi var. Şirkətin qiymətləndirilməsi qiymətləndirmə modeli, Akimin indeksi əsasında aparılmışdır. Mənfəət götürmək 4,84 səviyyəsində müəyyən edilmişdir. Stop loss 8,16 səviyyəsində müəyyən edilib. Sifarişin mənfəət götürmək və ya zərəri dayandırmaq yolu ilə bağlanmadığı halda, sonra sifariş 10 may 2025-ci il tarixində birja ticarətinin nəticələrinə əsasən müstəqil olaraq müəyyən edilir. Və ya bu tarixdən əvvəlki son iş günündə. Ticker, əsas alış sifarişinə çevriləcək. Əsas sövdələşmə ilə bağlı video artıq kanalda yayımlanıb. Sifarişlərdən birini bağlayarkən, əsas və ya balanslaşdırıcı. Əks sifariş cari qiymətlə müəyyən edilir.
Bu videoya baxdığınız və yardım sistemindən istifadə etdiyiniz üçün hamınıza çox sağ olun Guru Markets.